Deməli, bu danışıqlar əslində ilk öncə Omanda baş vermişdi. Xatırladım ki, 12 günlük müharibədən sonra məhz Omanın vasitəçiliyi böyük rol oynayırdı. Müharibədən qabaq isə, yəni fevral ayında Türkiyənin diplomatik üstünlüyü var idi. Sonra isə yenidən danışıqlar masası Omana keçdi. Oradan Cenevrəyə, oradan da Viyanaya. Yəni danışıqlar gedirdi və sonradan artıq müharibə başladı. İndi yenə də çox geniş bir diplomatik bir xəritədə gezirlər, yəni müxtəlif ölkələrdə danışıqlar baş tutur. Amma əslində isə bu danışıqların arxa planında istər İran, istər də Amerika öz hərbi potensialını qüvvətləndirir və yeni round müharibəyə hazırlaşırlar. Yəni bu danışıqlar əslində öz-özlüyündə predmetsizdir. Daha doğrusu sən predmeti olsa da əvvəlcədən nəticəsizdir. Niyə? Çünki hər iki tərəf özünü qalib hesab edir. İki qalibin razılaşması burada qeyri-mümkündür. Çünki Amerikanlar İranlara onlar üçün dözülməz bir şərtlər irəli sürür. Məğlub olmuş kimi. Digər tərəfdən isə İran özünü məğlub bilmir. O da özünün qalib tərəfinin şərtlərini irəli sürür və bu da çətin bir durum yaradır danışıqlar masasında. Ona görə də əslində indi həm Amerika, həm İsrail, həm İran üçün vaxt qazanmaq lazımdır, vaxt tutmaq lazımdır. Ona görə ki, o vaxtdan sonra onlar artıq müharibəyə hazır olacaqlar. Yəni bu danışıqların əslində nəticəsiz olduğunu biz əvvəldən bilirdik. Və digər tərəfdən bilirsiniz, danışıqların İslamabadda birinci round danışıqların kimlər gəlmişdi? Yəni İran tərəfdən Məhəmməd Baqir Qalibov gəlmişdi. Amerika tərəfdən isə D.J. Vance. D.J. Vance əslində Amerikada çox güclü siyasətçidir, vitse-prezidentdir. Qalibov da həmçinin. Lakin danışıqlar onu göstərdi ki, yəni durum heç də xoş deyil və ölkələr müharibəyə hazırlaşır. Yəni Amerikanın İran tankerlərini Hörmüzdən çıxandan sonra tutması və onları dünyaya öz nefti və qazını ixrac etməyə imkan verməməsi bu müharibənin zəmini deməkdir. Amerika indidən müharibəyə hazırlaşaraq İranın maliyyəsini tükəldir bir tərəfdən. İkinci tərəfdən isə masa arxasında onların durumlarını və diplomatik olan vəziyyətini zəiflədir. Mövqelərini zəiflədir. Bu belə sizin dediyinizdən belə nəticəyə gəlmək olar ki, müharibənin artıq ikinci fazası deyə bilərik. Bunun baş verməsi qaçılmazdır artıq. Tərəflər buna hazırlaşırlar. Yəni danışıqlardan artıq bir nəticə çıxmadığı üçün. Yaxşı deyək, ikinci faza oldu, başladı. Amerika bunu başlatdı İsrailin əli ilə. İkinci fazada hədəflər nə olacaq? Birincidən fərqli olaraq. İkinci fazı birinci fazdan daha acınacaqlı olacaq əslində. Çünki ikinci fazada artıq Amerika özünün birinci fazada qırmızı bir xətt bildiyi bəzi İranın obyektlərini onların hamısını vuracaq. Yəni İranı kritik infrastruktur, yəni mülki infrastruktura vurub partladacaq. İşıq infrastrukturunu, qaz infrastrukturunu və digər mülki infrastrukturunu vurub dağıdacaq. Bu məlum məsələdir. Lakin onu qeyd etmək lazımdır ki, İrana quru qoşun yeridilməsə, onun heç bir xeyri olmayacaq. Quru qoşun yeridilsə, İranın buna uyğun öz artıq qəbul olunmuş partizan müharibəsi şəraitində vuruşmaq bir proqramı var. Yəni onların geniş bir asimetrik mübarizə proqramı var. 94-cü ildə qəbul olunmuşdu. Və onlar indiki döyüşlərdə də bu proqrama uyğun olaraq vuruşurdular. Düz bəzi dəyişikliklər oldu. Çünki 94-dən bu yana çoxlu istər hərbi baxımından çoxlu dəyişikliklər oldu. Yeni paketlər, yeni məsələlər ortaya çıxdı və onlar ona uyğun oldular öz reallıqlarına əsasən.
yeni hərbi protokollar qəbul etdilər. İndi isə onlar məncə ikinci raunda, bu əslində üçüncü raund, 12 günlük müharibədən sonra bu artıq onu da hesablasaq, bu üçüncü raund müharibə bizi gözləyir bu yaxın zamanlarda. Mən hətta düşünərdim ki, bugün əgər bitirsə, Donald Trump'ın əlavə etdiyi vaxt, belə deyək, ateşkesin əlavə etdiyi var. Bəlkə də sabah bürsüyə gələn həftənin axırı, hətta müharibənin artıq başlamasını gözləyirəm. Çünki deyirəm, bu müharibə belə bu şəraitdə qala bilməz. Və digər tərəfdən isə hər iki tərəf öz hazırlıqlarını görür müharibəyə görə. Yəni, əgər mən İran mətbuatını diqqət edirəm, oxuyuram, orada tamamilə müharibəyə hazırlıq gedir. Digər tərəfdən Amerikanın mətbuatını oxuyuram və Amerikanın qeyri-rəsmi, rəsmi bəzi saytlarına baxaram, hansı ki onların hərbi aktivliyi ilə bağlıdır. Yəni, biz nəyə müşahidə edirik? Biz onu müşahidə edirik ki, hər gün demək olar ki, hərbi təyinatlı yük samolotu yaxın şərqin hansısa bir ölkəsində inir. Hər gün. Hətta bəzən olur ki, gündə 3 dəfə inir. Yəni, onlar nə daşıyır regiona? Məlum məsələdir ki, onlar tip ləvazimatları daşımır. Yəni, onlar raketlər daşıyır və s. Aydındır. İndi deyirik, artıq fevralın, daha doğrusu 12 günlük müharibəni danışmış olsaq, qeyd etdiyiniz kimi bu artıq 3-cü fazı olur, 3-cü raundda hücumlar baxımından. Burada hədəflər siyasətində siz dediyiniz kimi strateji obyektlər, mülki infrastruktur nəzərdə tutulur Birləşmiş Ştatlar tərəfindən. Ən azından media açıqlananlar bundan ibarətdir. İran dövlət mediası da cavab olaraq hansı addımlar, hansı daha doğrusu nöqtələr hədəfə alına bilər, onun xəritəsini yayımlayıb, hansı ki bu da Körfəz ölkələrində yerləşən strateji obyektlərdir. Sizcə bu mərhələdə Birləşmiş Ştatların əsas istəklərindən biri, səhv etmirəmsə, yəni Körfəz ölkələrini də bu münaqişəyə cəlb etməkdir. İndiki fazada bəs buna nail olacaqmı? Körfəz ölkələri artıq bu dəfə birincidən fərqli olaraq Amerikanın yanında və yaxud bu müharibənin bir tərəfinə çevriləcəkmi? Biz İran diplomatiyası istər açıq, istər qapalı kanallarda Körfəz ölkələrinə əvvəldən bildirmişdi ki, əgər onlar bu müharibədə Amerikadan və İsraillə yan tutsalar, onlar hədəfə çevriləcəklər. İndi də 3-cü raundun hələ bir ki, aslında İran tərəfi açıq şəkildə təhdid olmayaraq, sadəcə xəbərdarlıq kimi həmən ölkələrə bildirdi ki, əgər bu dəfə də 3-cü fazada onlar Amerikadan və İsraillə yan tutsalar və onlara öz ərazilərini Amerika samolotları üçün ərazi kimi imkan versələr, icazə versələr, onda İran regionun bütün neft infrastrukturunu, neft emal infrastrukturunu, hasilat infrastrukturunu dağıdacaq. Yəni, onlar da anlayır ki, ən belki də sərfələyən mövqesiz olmaqdır indiki zamanda onlar üçün. Lakin digər tərəfdən onlar onu da anlayır ki, onların Amerikadan və bəzi ölkələrin İsraildən aşırı asılılığı var. Yəni, misal, Birləşmiş Ərəb Əmirliklərinin İsraillə hətta gizli və bağlı hərbi müttəfiqlik anlaşmaları var. Bu isə o deməkdir ki, əlbəttə ki, Birləşmiş Ərəb Əmirlikləri bu müharibədə iştirak edəcək. Amma o demək deyil ki, Birləşmiş Ərəb Əmirlikləri özü bu müharibədə birbaşa iştirak edəcək. Mən də onu düşünmürəm. Çünki mən düşünmürəm ki, onlar tərəf olmaq istəyərlər. Onlar anlayırlar ki, bu müharibənin sonunda hər necə olacaqsa olsun, yəni hər nəticə olursa olsun, nəticədə İran region ölkəsidir, qonşu ölkəsidir və onlarla yenidən danışıqları getməyə lazım olacaq. Hətta yeni İran hakimiyyəti də belə gəlsə, ki o da görünür ki, o da olmur. Yəni İran hakimiyyəti çox dayanıqlı özünü göstərdir. Onlar anlayırlar ki, onlar hakimiyyətin müharibədən sonra danışıb və nəyəsə razılıq əldə etməli olacaqlar.
Çünki durum yaxşı deyil. Ona görə də məncə onlar bu müharibədə, hətta indi 3-cü raundda da belə bir tərəf qalmağa seçəcəklər. Həm də bilirsiniz, bu 40 günlük müharibə onu göstərdi ki, yəni İsrail ilə Amerikanın gücü, qüvvəsi yüksək olsa da, yəni İranı müqavimətini, ya İranın dayanıqlı direncini sındırmağa yetmədi də. Yəni əksinə, əgər müharibədən qabaq o nüvə istehsalı ilə, zənginləşmiş nüvə istehsalı ilə, atom bombası ilə, atom energetikası ilə, İranın raket sistemi ilə bağlı və sanksiyalar arasında müzakirələr gedirsə, 40 günlük müharibədən sonra bütün bu məsələlərin üstünə Hörmüz boğazı da yeni bir məqam kimi artırıldı. Bir problem olaraq. Ki Amerikada bu problemi həll edə bilmir. Yəni heç bir ölkə bunu həll edə bilmir. Çünki İranın öz müdafiə sistemləri var. İranın yüksək sürətli katerləri var. Yəni o Hörmüzü idarə etmək üçün. Bu da kifayət edir ki, tankerlara manə törətsin, tankerlara zərbə vursun, tankerlara qabağını alsın, onlara hücum etsin. Və bu o deməkdir ki, sığorta şirkətləri Hörmüzə girib çıxan bütün gəmilərə artıq sığortalaya bilmir. Çünki İran bu sığortanın düzəmini vermir.